evlərin kanalizasiyası var yoxsa yox? Kanalizasiya yoxdur. Yoxdur. Bırakırlar hamısı kanalizasiya tökülübdür o gölə. Bax o göl kanalizasiyadır. Hamısının oradan bütün düzlük uzunu hamısı ora axır. Nə qədər vaxtdır burada yaşayırsınız? 40 ildir, 50 ildir. Bax belə. Mən buraya Əhməddən buraya gəlmişəm gəlin. 40 ildir burada kanalizasiya. Yoxdur. Öz hesabımız elə turbalara çəkib buraxırıq aşağı. Bura hara aşağı hara? O deyə yolda gedir su ha. Gölə. Hə. Kanalizasiya probleminizi necə həll edirsiniz? Heç nə buraxmış gedib ora. Gölə. Bəli. Göldə toplaşıram. Hamısı o deyib aşağıda toplaşır. Aşağı Güzdək sakinləri kanalizasiya sularının birbaşa Ceyranbatan su anbarına axıdıldığını iddia edirlər. Biz də öz növbəmizdə bunu araşdırmağa çalışdıq. Hele burada toplaşır. Bak bu Görkən deyirəm. Hele burada toplaşır. O da sızır da Ceyranbatan gölüne. O da içməli sudur da bize onu süzürlər, verirlər bize. Elvin bax, evlərdən çıxan kanalizasiya xətləri. Bu təpəyə çıxmağımız əbəs yerə deyil, çünki problemin kökü məsələ buradan qaynaqlanır. Ətrafda minlərlə ev var və hər bir evin kanalizasiya suyu bu kiçik gölü əmələ gətirib. İndi isə gölün qarşısı göründüyü kimi bu təpənin bir hissəsi dağıdılaraq kanalizasiya suyu üzü dəmir yolu istiqamətində axıdılır. Artıq dəmir yolundan sonraki etapda nələr baş verir, gedək birlikdə görək. Çirkab suların axdığı istiqaməti təqib edirik. Hazırda dəmir yolu xəttinin üzərindəyik. Göründüyü kimi, baxın, digər tərəfdən axan kanalizasiya suları üzü Ceyranbatan su anbarı istiqamətində hərəkət edir. Qarşıda Ceyranbatan su anbarını da görürük. Gedək görək, bu kanalizasiya suyu Ceyranbatan su anbarının mühafizə xətti zonasına daxil olur, yoxsa yox? Bu da gedə biləcəyimiz son hissə. Ataların yaxşı bir deyimi var. Deyir, görünən dağa bələdçi lazım deyil. Bu kanalizasiya suyu hazırda yanında dayandığımız Ceyranbatan su anbarının mühafizə xətti zonasına daxil olur. Göründüyü kimi kanalizasiya suları su anbarının mühafizə xəttindən keçərək üzü Ceyranbatan su anbarı istiqamətində axır. Maraqlısı odur ki, çirkab suların yayıldığı gölməçədən suyun birbaşa anbarın mühafizə zonasına axıdılması üçün boru salınıb. Həm də elə bu günlərdə. Halbuki ötən çəkilişdə ərazidə belə bir boruya rast gəlməmişdik. Bunu kim, niyə, hansı məqsədlə edir? Məsələni aydınlaşdırmaq üçün Dövlət Su Ehtiyatları Agentliyi iri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti ilə əlaqə saxladıq. Məlum oldu ki, onlar nə məsələdən xəbərdardılar, nə də baş verənlərə aydınlıq gətirəcək cavabları var. Bir kəlmə deyildi, məsələyə baxılacaq və salam. Paytaxtı içməli su ilə təmin edən strateji anbara belə laqeyd münasibət başa düşülən deyil. Belə çıxır ki, burada apardığımız çəkilişdən ötən 2 aya yaxın müddətdə aidiyyatı qurum məsələnin ciddiyyətini başa düşməyib. Əks təqdirdə bu müddətdə çirkab suların qarşısı alınardı hər halda. Biz ASTV xəbər olaraq məsələni bir daha gündəmə gətirdik. Atalar 3-dən deyib, elə Allah da 3-cüdən saxlasın. Ayşən Cümşudova, Elvin Qəhrəmanov, ASTV xəbər.